Salam, hörmətli izləyicilər. Bələdiyyə vergiyə yeni qaydaya görə həm azadı, həm artığı. İndi bu nətər baş verir? Bu barədə mən hüquqşünas Seyidzadə məlumat verəcəm. Kimə maraqlıdırsa videonun sonuna qədər izləsin. Əvvəlcə bir neçə məlumatı nəzərinizə çatdırmaq istəyirəm, hörmətli izləyicilər. Qeyd edin ki, hüquqi məsləhət almaq üçün mənim telefon nömrəm videonun izahı yerində qeyd olunub. YouTube kanalında, eyni zamanda YouTube kanalı şot bölməsində istənilən videonun üzərində var. Bundan əlavə mən əlvi şəxs olduğuma görə, hüquqşünas olduğuma görə və əli təşkilatının rəhbəri olduğuma görə dünyanın 40 tanınmış əlləri haqqında araşdırma aparmışam və kitab hazırlamışam. Həmin kitabı 20 manata satıram, hörmətli izləyicilər. Almaq istəyənlər müraciət edə bilər həmin telefon nömrələrinə ki, haradakı videonun izahı yerində qeyd olunub YouTube kanalında və şot bölməsində istənilən videonun üzərində var. Ondan əlaqə saxlaya bilərsiniz. Və beğeni keçən mövzuya, hörmətli izləyicilər. Amma əvvəlcədən sizdən bir xahiş eləməzdim. Videonu bəyənib, YouTube kanalına abunə olun ki, daha çox şəxs bilsin. Mənim verdiyim məsləhətlər barədə, məlumatlar barədə. Eyni zamanda hörmətli izləyicilər, sizdən xahiş edirəm ki, bir balaca yeyik götürməyəm. Əyri dostlarımın əl işini satmağa və hüquqi yardım göstərmək üçün. Maddi vəsaitə ehtiyac var. Kimin imkanı varsa həmin kart nömrəsindən iyanə edə bilər. Videonun izahı yerində qeyd olunan və YouTube kanalının şot bölməsində qeyd olunan kart nömrəsinə. Buyurun ayağa saxlayın. Və yenə dediyim kimi keçən mövzuya. Əvvəlcədən onu deyin ki, videonun biraz az hissəsini mən şot bölməsində qoyayım YouTube kanalında. Digər tam videoda o izləyə bilirsiniz. Şot bölməsində qeyd edin ki, tam video YouTube'da videonun adını qoyayım. Yuxarı başda izləyə bilirsiniz oradan, hörmətli izləyəcək. Və yenə yeni qanuna görə vergi məcəlləsinə əlavə dəyişiklik yox ki, vətəndaşlar 30 kvadratdan əlavə 30 manata qədər bələdiyyə vergisindən azad olunsun. Bu ilk baxışda göstərir ki, azad olunmalı. Amma heç nə belədir. Belə ki, qeyd edin ki, məsələn, Bakı şəhər üzrə bələdiyyə vergisi kvadrat sahəsinə görə hesablanan 40 köpük ilə. Məsələn, hər bir vətəndaş 30 kvadrata qədər vergiden azad edir. Yəni 40 köpük 30'a vuranda 12 manat qədər vergi verməydi. Eyni zamanda indi əlavə ilə müharibə veteranları, müharibə əlilləri, 41-45 veteranları və belə milli qəhrəmanlar və digər şəhid ailələri, digər imtiyazlı kateqoriya əlavə ilə tələbələri əlavə ilə bir müddətinə qədər, eyni zamanda əskərlikdə olmuş şəxslərdə əlavə ilə ki, 30 manata qədər əlavə vergiden azad olunub. Bu nə deməkdir? Tutaq ki, ev 105 kvadrata qədərdirsə, 30 kvadrat oradan çıxır, geridə qalan 75 kvadratın da vergisi, yəni 30 manata elədiyinə görə orada ödəmir. 105 manatdan yuxarı olduğu halda ödəniş olur. İlkin mərhələli belə gözlənir. Amma söhbət nədən gedir? Mən belə qeyd edirəm. Müharibə veteranları, müharibə əlilləri, 2-ci Dünya müharibəsinin əlilləri və digər imtiyazlı şəxslər səhərində bu əlilləri, yəni 30 manat azad olunur. Əslində bu belədir. Bu vaxta qədər həmin şəxslər belə deyək, ümumiyyətlə bələdiyyə vergi ödəmədən azad idi. Amma indi belə deyək, 105 kvadrata qədər ödəməyəcək. Onu nəzərə almaq lazımdır. Yəni 30 kvadrat adi vətəndaş olduğuna görə, belə deyək, 30 manat da imtiyazlı şəxs olduğuna görə ödəməyəcək. Amma qanunda qabaq elə deyildi. Ümumiyyətlə o kateqoriyadan olan şəxslər, şəhid ailələri, müharibə əlilləri, milli qəhrəmanlar və pensiya çıxan şəxslər yalnız azad idi. Amma indi dediyim kimi bir daha qeyd edəm. Yalnız 30 manatdan bir də 30 kvadratdan azad olacaq. Bu da ümumiyyət hesab edəndə 105 kvadrata qədər gəlir çıxır. Təxminən hörmətli izləyəcək. Nəzərə alın. Yəni belə yenə baxanda hardasa 42 manat ödəniş etməyəcək. Ondan yuxarı nə olsa ödəniş etməlidir. Amma əslində hesab edən mən özümdə əlvi olan şəxsəm, bu düzgün deyil, ümumiyyətlə azad olunmalıdır. Və bir şey deyim, hörmətli izləyəcək. Digər videolarda demişəm, burada da qeyd edirəm. Ümumiyyətlə kimin evinin çıxarışı yoxdursa, kupçası yoxdursa, o bələdiyyə vergi ödəmir. Nəzərə alın, azaddır. Mütləq qeyd edər. Mən hüquqşünas kimi tövsiyə edərdim ki, kimin evinin çıxarışı yoxdursa, kupçası yoxdursa ödənməsin. Dediyim kimi qanuna
Bu yani qadağandır belediye vergi təyin etmək. Eyni zamanda ev vergisi adı altında entikara, JKA sizdən pul ala bilməz. Entikara və JKA sizdən xidmətə görə pul alır. JKA belediye zibil puluna görə, məişət topantısına görə alır. Entikasa belediye bir pul varsa və digər xidmətlər varsa ona görə alır. Nəzərə alın, hörmətli izləyicilər. Yəni binaya baxdığına görə. Bir məsələni də qeyd edin. Entikara JKA sizdən o halda pul ala bilər ki, sizdən müqavilə bağlasın. Əgər müqavilə yoxdursa ala bilməz. Nəzərə alın, hörmətli izləyicilər. Əsas məsələdən biri də bir odur. Müqavilə göstərmədə hansı xidmətlər var. O olmadığı halda onların pul alması qanunsuzdur. Belediye ödədiyiniz əmlak vergisi dövlət tərəfindən qoyulmuş bir vergidir. Dövlət tələb edir ki, vətəndaşlar onu ödəsin. Amma entikara özləri müəyyənləşdirir. Nəzərə alın ki, siz bundan imtina edə bilərsiniz. Məhdud məsuliyyət deyəndə əslində müştərək bir cəmiyyəti yaradasınız. Müştərək cəmiyyətdə yəni özünüz qiymətləri müəyyənləşdirsiniz. Bir sədr qoyarsınız, bir işçi qoyarsınız, nəzarət etsin, binaya da baxsın. Eyni zamanda belediye binanın köməkçi sahələri varsa, mağazin, qarajlar varsa, oradan yığılan pulla da belediye binanı saxlaya bilərsiniz. Hörmətli izləyicilər, nəzərə alın, qanunsuzdur. Bir daha deyəm. Yəni entikara sizdən pul almağı qanunsuzdur. Nəzərə alın. O qiymətləri özünüz müəyyənləşdirə bilərsiniz ki, məsəl üçün hər kvadrata görə 50 köpük olsun, 10 köpük olsun, göstərdiyi xidmətdən söhbət gedir. Yəni vergidir bu. Orada bu daxildir, kamera daxildir, digər xidmətlər daxildir. Bəzi entikarada kamera xidmətləri də alır. İşıq pulu, qaz pulu, su pulu. Onlar da qanunsuzdur. Nəzərə alın, hörmətli izləyicilər. İşıq pulu, qaz pulu, su pulu ödəməsi əlavə sərvəs tələb edir. Onlar deyir, bizə ödəyin, o bu qanunsuzdur tamamıyla. Mən dəfələrlə rastlaşmışam və vətəndaşlar var ki, uşaqların məktəbləri düzəltmək istəyir, düzəldə bilmir. Orada bizdə qazın çeki olmadı. Məsələn, onu tapa bilmir. Problem yaranır. Ona görə özünüz tələb edin ki, sizin sərvəz qoysun, onun əsasında ödəniş edin. Hörmətli izləyicilər. Bir daha qeyd edin ki, əlavə məsləhət almaq üçün mənim telefon nömrəm videonun izahı yerində YouTube kanalında qeyd olunub. Eyni zamanda YouTube kanalının şort bölməsində istənilən videonun üzərində var. Əgər saxlaya bilərsiniz. Bundan əlavə qeyd edin ki, istər bu entikarla bağlı, istər vəsai ilə bağlı, istər əmlakin bölgəsindən bağlı, istər sosial yardımla bağlı, istər pensiyayla bağlı, istər uşaqla ünsiyyətlə bağlı, istər amətlə bağlı və digər borclarla bağlı, kreditlərlə bağlı mənim 1400-dən yuxarı videolarım var şortla bir yerdə. Yəni məlumat vermişəm, tanış ola bilərsiniz və bundan sonra qoyduğum məlumatlarla tanış olmaq üçün videonu bəyənin, YouTube kanalına abunə olun. Zınqılı işarəsində aktiv olun. Diqqətinizə görə çox sağ olun, hörmətli izləyicilər. Növbəti videoda görüşərik. Sağ olun.